Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər, hər birinizi səmimi qəlbdən salamlayıram bu gözəl gündə. Davam edirik mövzumuza qaldığımız yerdə. Mövzumuz qulluğun mahiyyəti, alt başlığımız, yəni qulluğun mahiyyəti mövzusunda bugünkü çıxışımızın mövzusu oruc haqqında olacaqdır. Gizli ibadət. Bu haqda danışacağıq biz bugün və belə başlamaq istəyirəm ki, yəni niyə görə gizli ibadət deyirəm mən oruca? Mən keçən çıxışlarımda aydınlıq gətirmişdim. Bugün istədim təkrardan bir tam ətraflı məlumat verəm. Niyə mən gizli, yəni ümumiyyətlə hər şeyi özümə aid etmirəm, ümumiyyətlə deyirəm, niyə orucu biz gizli ibadət adlandırırıq? Buna səbəb olaraqsa orucun əsl mahiyyətini bilməməyimizdən dolayıdır. Əsl mahiyyətini. Və belə başlayaq ki, ümumiyyətlə İslam ibadətlərinin içində elə ibadətlər var ki, onun zahiri tərəfi açıq görünür. Namaz qılan insanı görmək mümkündür. Zəkat verən insanın əməli də müəyyən mənada məlum olur. Lakin elə bir ibadət vardır ki, onun həqiqəti yalnız insan ilə Allah arasında olur və məhz bu ibadət orucdur. Bu ibadət növünə orucdur. Oruc deyilir. Ümumiyyətlə, normal ənənəvi, bütün hər kəsin bildiyi qayda ilə desək, orucun mahiyyəti müəyyən bir zaman ərzində, müəyyən bir müddət ərzində yeməkdən, içməkdən və bəzi istəklərdən insanın uzaqlaşması deməkdir. Yəni, bilinən. Bu, xalq arasında bilinən tərəfidir. Amma orucun əsl dərin mənası sadəcə bu zahiri istəklərlə, zahiri məhdudiyyətlərlə məhdudlaşmır. Oruc insanın öz nəfsinə nəzarət etməsinin və daxili iradəsini gücləndirməsinin bir forması olmuş olur. Yəni, insan bu ibadət vasitəsilə anlayır ki, o istəklərinin əsiri deyil, onların üzərində hökm verə bilən bir varlıqdır. Mən bunu keçən dəfəki bilmirəm, hansı günün çıxışı idi, 9, 10 idi, yoxsa 11 idi, bunlardan biri olmalı idi, 11-ci gün idi. Bax, təxmini özünüz diqqətlə izləyənlər bilər. Və bundan əlavə olaraq, orucun bir digər xüsusiyyətlərindən, yəni digər ibadətlərdən ayıran ən mühüm xüsusiyyətlərindən biri də onun gizli olmasıdır. Nə mənada? Sual yarana bilər ki, belə deyək ki, nə mənada gizli olması, nə demək istəyirsən? Onu demək istəyirəm ki, yəni insan oruc tutduğunu başqalarına göstərməyə ehtiyac duymur. Yəni, belə deyək, sırf xas, gözəl niyyətlə orucu tutan biri var özünü göstərmək üçün ki, elə ki, mən orucluyam, mən oruc yox. Yəni, sırf təmiz niyyətlə, tam səmimi qəlbdən oruc tutan bir şəxsin oruc tutduğunu başqa insanlara göstərməsi ehtiyac deyil. Yəni, nəyə görə deyirik? İnsan oruc tutduğunu başqalarına göstərməyə ehtiyac duymur. Hətta insan tək qaldığı zaman belə yemək yeyə və su içə bilərdi. Bu şey də var. Tək heç kim yoxdur. Yesin, içsin. Kimin nə xəbər olacaq? Lakin o bunu etmir. Çünki bilir ki, bu ibadətin şahidi yalnız Allahdır. Bunu dərk edir. Məhz bu səbəbdən oruc insanın ixlasını və səmimiyyətini daha aydın şəkildə ortaya qoymuş olur.
Və bu baxımdan oruc insanın mənəvi həyatında mühüm bir tərbiyə məktəbi olaraq rol oynayır. Və insan bir ay boyunca nəfsinə yox deməyi öyrənir. Nəfsinin o pis istəklərindən azad olmağı öyrənir və belə deyək ki, bu təcrübə insanın iradəsini möhkəmləndirir və ona öz daxili dünyasını daha yaxşı tanımaq imkanı vermiş olur. Yəni çünki insan çox vaxt ehtiyac ilə arzu arasındakı fərqi yalnız belə bir təcrübə zamanı daha aydın şəkildə dərk etmiş olur. Bunu bir düşünmək lazımdır. Bu haqqda bir ətraflı düşünmək mən elə başa düşürəm çox mühümdür. Və bundan əlavə olaraq oruc həm də insanı sosial və mənəvi şüurunu gücləndirir. Mənəvi şüurunu gücləndirir. İnsan acılığın nə olduğunu yaşadıqda başqalarının halını daha yaxşı anlayır. Yəni özünü o ehtiyaclıların yerinə qoyaraq onların halını başa düşür. Yəni bu isə insanda mərhəmət və paylaşma hisslərini artırır və beləliklə oruc yalnız fərdi bir ibadət deyil, eyni zamanda cəmiyyət daxilində mənəvi həmrəyliyi gücləndirən bir ibadət olmuş olur, dəyərli dostlar. Və bütün bunlardan əlavə biz fəlsəfi tərəfinə hər çıxışda özünüz bilirsiniz, xüsusi olaraq yer veririk. Hər o günün öz mövzusuna fəlsəfi bir baxışımız da olur. Ənənəvi qaydada. Demək, fəlsəfi baxımdan isə oruc insanın ontoloji mövqeyini xatırladan bir ibadətdir əslində. İnsan anlayır ki, onun varlığı tam müstəqil deyil, o ehtiyaclı varlıqdır. O, belə deyək ki, möhtac bir varlıqdır. O bunu dərk etdikcə nəinki zəiflər artıq ucalmağa başlayır. Əslində nəfs də onu qoyum, yəni nəfs və şeytanın oyunudur ki, sən yük adamsan, ona loğvalıq gətir, nə ehtiyaclı, nə xeyr. İnsan dərk etdikcə yüksəlməyə başlayır, özünü inkişaf etdirməyə başlayır. Sağlam ağıl və qəlbin tələbi də budur, hər an inkişaf. Yəni o yeməyə, suya və bir çox nemətlərə, bir başqa nemətlərə möhtacdır. Bu ehtiyac insanın zəifliyini göstərmək üçün deyil, onun yaradanla olan münasibəti dərk etməsi üçün bir vasitə olmuş olur. Beləliklə, oruc zahirdə sadə görünən, lakin daxilində dərin bir mənəvi məna daşıyan bir ibadət olmuş olur və oruc insanın nəfsini tərbiyə edir, onun iradəsini gücləndirir və onun qəlbini saflaşdırır. Bu səbəbdən əslində oruc gizli ibadət adlanır. İnsanın özünün belə xəbəri olmadan insanın daxili aləmini inkişaf etdirir. Saf niyyətlə tutulan oruc haqqında deyirik ki, özünü göstərmək üçün yalandan o tam effekt vermir. Sırf saf niyyət burada çox əhəmiyyət kəsb edir. Gizli ibadət adlandırılır, çünki onun həqiqi şahidi yalnız Allahdır və onun dəyəri də məhz bu səmimiyyətdə gizli olmuş olur, dəyərli dostlar. Bu çox mühümdür. Ona görə oruc insanın inkişafında çox mühüm rol oynayan bir ibadətdir və oruclu olan insan yalnız yeməkdən, içməkdən məhrum olmur. O həm də daxilən inkişaf etmiş olur və belə deyək ki, o Həzrət Əlinin də bir sözü var ki, ruhun oruc deyilsə cisminə əziyyət vermə deyə. Yəni o orucu biz sadəcə, bəzi adamlar var ya, sırf arıqlamaqdan və s. bunu yox, düzgün yolda deyil elə insanlar. Düzgün yolda deyil də oradan da. Ona görə orucu tutan insanlar maksimum şəkildə saf niyyətli olmalıdırlar və onun mahiyyətini dərk edərək öz daxili aləmlərini inkişaf etdirərək həqiqi ali hədəf yolunda addım
atmalıdır. Değerli dostlar, bugün de bitirdim. İnşallah biz yeniden görüşəcəyik. Allah'ın da izniyle. Yeniden görüşene kadar dileyirik. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.